Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün mən sizlərlə mövzu 11 aerohidrostatika, aerohidrodinamika, Arximed qüvvəsi mövzusuna aid olan testlərin izahına baxacağım. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olar. Vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualda bizə deyir ki, şəkil 1-dəki K və L cisimlərini şəkil 2-dəki vəziyyətə gətirsək, onların yerə göstərdikləri təzyiq və təzyiq qüvvəsi necə dəyişər? Deməli, müəllimlər, deməli, nə edə bilərik? İlk öncə bizə fikir versə, burada eyni cisimlərdir. K da L də. Təzyiq qüvvəsi, burada fikir versə, söhbət bərk cismin təzyiq qüvvəsindən gedir. Biz də bilirik ki, bərk cismin təzyiq qüvvəsi nəyə bərabərdir? MG-yə bərabərdir. Bunlar eyni kütləli cisimlərdir. Bu formada qoyulub, sonra çevirib bu şəkildə qoyurlar. Fərqi nədir ki? Burada kütlə dəyişirmi? Kütlə dəyişmir. Kütlə dəyişmədiyinə görə təzyiq qüvvəmiz dəyişməz. Gəlirəm təzyiq. Təzyiq isə P bərabərdir. F təzyiq bölünsün S-dir. Dedik ki, burada təzyiq qüvvəmiz dəyişmir. Onda təzyiq səthin sahəsi ilə tərs mütənasib asılır. Əvvəl cismin səthinin sahəsi bu qədərdir. Sonra isə baxın bu qədər olub. Düzdürmü? Baxın diqqətlə bura. Baxırıq ki, əvvəl səth bu qədərdir. Sonra bu qədərdir. Yəni, səthin sahəsi azalıb. Səthin sahəsi azalıbsa, onda avtomatik olaraq tərzik artmalıdır. Doğru cavabımız A variantı. 2 nömrəli sual. Səthlərinin sahələri şəkil 1-dəki kimi verilən K və L cisimlərinin yerə göstərdiyi təzyiqlər bərabər olub və P-dir. L cismini K üzərinə şəkil 2-dəki kimi qoyduqda cisimlərin yerə göstərdiyi təzyiq neçə P olar? Deməli, müəllimlər, baxın. Burada nə edə bilərik? Fikir verirsə bizə deyir ki, K və L cisimlərinin yerə göstərdiyi təzyiqlər bərabərdir. Onda mən yazıram ki, PK bərabərdir PL. Düzdürmü? Bərk cismin təzyiq qüvvəsi bilirik ki, F bölünsün S-dir. Onda mən K üçün yazsam, yazaram ki, PK bərabərdir F təzyiq bölü S-dir də, düzdürmü? Onda burada da təzyiq qüvvəsi nəyə bərabərdir? MG-yə bərabərdir. Onda mən bunu K üçün yazsam, yazacağım ki, MKJ bölünsün səthinin sahəsi fikir verirsə S-ə bərabərdir. Bunu L üçün yazsam, PL bərabərdir. Deməli, MLJ bölünsün S-dir. Və S deyil artıq burada. Fikir verirsə, L cisminin səthinin sahəsi burada nəyə bərabərdir? 3S-ə bərabərdir. İndi bizə deyir ki, bu təzyiqlər bərabərdir. Gəlin bu ifadələri bərabərləşdirək. 2 dəqiqə. Açılsın. Burada müəllimlər bir anlıq pozuldu və əlim dəyib. Onda buradan təzdən yazaq. Deməli, necə yazdıq? Birbaşa yazaq elə. PK üçün yazmışdıq ki, MKJ bölünsün S. L üçün yazmışdıq. MLJ bölünsün L cismində səthin sahəsi 3S idi. Gəlin bunları biz bərabərləşdirək. PK bərabərdir PL yazıram. Çünki bizə şərtdə deyirdi ki, təzyiqləri bərabərdir və P-dir. Heç bərabərləşdirməyib də əslində bir şey eləyə bilərik. Baxın, bunların təzyiqi P-yə bərabər deyilmi? P-yə bərabərdir, düzdürmü? Əgər P-yə bərabərdirsə, onda mən nə edərəm? Birincini bərabər eləyərəm P-yə, onda olacaq MKJ. Elə gəlin bərabərləşdirək, çünki biz zaten kütlələr arasında əlaqə yaratmalıyıq. Gəlin bunları bərabərləşdirək. Onda olacaqdır MKJ bölünsün S bərabərdir MLJ bölünsün 3S. Buradan S-lər ixtisar gedir, J-lər ixtisar gedir. Alırıq ki, buradan ML nəyə bərabərdir? 3 MK-ya bərabərdir. Bax, bu bizim üçün lazımdır. İndi fikir verirsinizsə, ikinci halda şəkil gəlir bu formaya. Bizdən təzyiq neçə P olar deyir. Onda ikinci halda təzyiqi yazsam, P2 bərabərdir. Artıq burada həm L cisminin kütləsi, həm K cisminin kütləsi birlikdə olduğuna görə yerə birlikdə təzyiq göstərirlər. Onda mən təzyiqi buna F təzyiq bölünsün S yazsam, ümumi təzyiq olacaqdır artıq. Təzyiq qüvvəsi MG daxil.
olacaqdı onda MK üstəgənlsin ml vurulsun j bölünsün səthinin sahəsi fikir verirsə s-ə bərabərdir. ml-i də biz 3mk almışıq. Gətirib burada ml-in yerine 3mk yazanda 3mk üstəgəl mk olacaqdır. 4mk j bölünsün s. Baxın bu mk j bölünsün s bizdə p-yə bərabərdir. Çünki şərtdə deyirdi ki, bu təzyiqlər bərabər olub p-dir. Onda mən mk j bölünsün s-in yerinə p yaza bilərəm. Buradan da onda ikinci halda təzyiq 4p-yə bərabər olacaq. Doğru cavabımız C variantı. Üçün nömrəli sualımız deyir ki, deməli, çəkiləri nəzərə alınmayan bloklarla qurulan sistemdə K cisminin yerə göstərdiyi təzyiq qüvvəsi neçə newton olar? Deməli, müəllimlər, bura diqqətlə baxsaq, dəqiqə rəngi dəyişim. Deməli, nəyə fikir verək? Bizə deyir K cisminin yerə göstərdiyi təzyiq. Fikir verirsinizsə, burada 2 kiloqram kütləli cismin düz mərkəzdən aşağı doğru 20 newton ağırlığı var. Bu 20 newtonsa, burada 20 newtondur və 20 newton 2 dənə qola ayrılır, 2 dənə ip arasında bölünür. Onda burada 10 newton düşür, burada 10 newton düşür. Eyni ipdə nə qədər gərinmə olduğuna görə bura 10-dursa, avtomatik olaraq burada 10-dur. 6 kiloqramda aşağı doğru ağırlığı nə qədərdir? 60 newtondur. Fikir verirsinizsə, K cisminə yuxarı doğru 10, aşağı doğru 60 təsir edir. Onda yekun qüvvə aşağı nə qədərdir? 50 newtondur, düzdürmü? Deməli, onda K cisminin yerə göstərdiyi təzyiq qüvvəsi ilə 50 newtona bərabər olmuş olacaq. Dördüncü sual. Qərarlaşmış axın zamanı hansı hissədə suyun qalxma hündürlüyü ən böyük olar? Təzyiq, əziz müəllimlər, harda böyükdürsə, orada suyun qalxma hündürlüyü də böyük olur. Təzyiq də həmişə zaman geniş hissədə olur. Yəni, üçüncü hissədə təzyiq çox olduğuna görə bu manometrik borudan maye daha hündür səviyyəyə qalxmış olur. 5 nömrəli sual. Birləşmiş qablardakı bir-birinə qarışmayan mayələrin sıxlıqlarını müqayisə edin. Biraz danışmaqda çətinlik çəkirəm müəllimlər, hələ sığalmamışam. Özürlü sayarız buna görə. Deməli, sıxlıqları soruşur. Biz bilirik ki, sıxlığı çox olan maye harda olur? Daha alt səviyyədə olur. Fikir verirsinizsə, Y mayesi X mayesindən daha aşağıdadır. Yəni, belə çıxır ki, Y mayesinin sıxlığı X mayesinin sıxlığından böyükdür. İndi fikir verirsə, burada Y-dır, burada elə Y-dır. Z Y-dan da aşağıdadır. Deməli, belə çıxır ki, Z mayesinin də sıxlığı Y mayesinin sıxlığından çoxdur. Ondan müqayisə aparsaq deyərik ki, rho Z rho Y-dan böyükdür, o da rho X-dan böyükdür. Doğru cavabımız D variantı. 6 nömrəli sual. Bərabər bölməli cismin havada çəkisi 90 newton, bir bölməsi suya salananda 80 newton olur. Buna əsasən cism tamamilə batırılarsa çəkisi neçə newton olur? Fikir verirsinizsə, deyir ki, havadakı çəkisi, yəni P0 bunun 90 newtona bərabərdir. Və bunun bir bölməsi suya salınanda deməli çəki olur 80 newton. İndi biz deyirik ki, cismin mayedəki çəkisi onun havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Və burada havadakı çəkisi ilə deməli nə edəcək? Havadakı çəkisi bunun zaten dəyişməyəcək. Hər birində havadakı çəkisi 90 newtondur. İndi burada məsələ nədir əziz müəllimlər? Fikir verirsə bir bölməsi batır. Biz bilirik ki, Arximed qüvvəsinin düsturu nəyə bərabərdir? Rho maye J V batandır, düzdürmü? Bax, Arximed qüvvəsi rho maye J V batandır. Yəni, Arximed qüvvəsi batan həcmlə düz mütənasib asılıdır. Bunun deməli belə çıxır ki, 1 V-si batıbsa, 1 V-yə təsir edən Arximed qüvvəsi elə 1 F Arximeddir. Onda yazarıq ki, cismin mayedə çəkisi nə qədər olur? 80 olur, bərabərdir. P0-ı 90-dır, çıxılsın. Bunun 1 V-si batdığına görə, baxın, burada 1 V-si batdığına görə 1 V-yə təsir edən Arximed qüvvəsi olacaq, bir dənə F Arximed. Deməli, 1 V-yə təsir edən Arximed qüvvəsi 10 newtona bərabərdir. Düzdür, bunu təyin edəndən sonra indi 3-cü şəklə gəlirəm. Fikir verirsinizsə, 3-cü şəkildə yenə də bunun havadakı çəkisi dəyişmir, 90 newton olaraq qalır. Amma bunun 1 V-sinə təsir edən Arximed qüvvəsi 10 newton idi, düzdürmü? İndi bunun fikir verirsinizsə 3 dənə V-si batıb.
Onda buna təsir edən Arximed qüvvəsi olacaqdı artıq. İkinci halda Arximed qüvvəsi olacaqdı 3F Arximed 1. Yəni 30 Newton. Onda ikinci halda yazarıq ki, cismin maydəki çəkisi bərabərdir. Havadakı çəkisi 90 çıxılsın. Arximed qüvvəsi 30. Onda üçüncü halda cismin maydəki çəkisi 60 Newtona bərabər olacaqdır. Yəni doğru cavabımız Y variantı. 7 nömrəli sual. Cismin suda çəkisi ona təsir edən Arximed qüvvəsindən 3 dəfə böyükdür. Fikir verin, cismin sudakı çəkisi, yəni bunun maydəki çəkisi Arximed qüvvəsindən 3 dəfə çoxdur. Cismin sıxlığını bizdən soruşur. Biz demişik ki, cismin maydəki çəkisi onun havadakı çəkisindən Arximed qüvvəsi qədər azdır. Onda deməli biz nə edə bilərik? Burada biz nə edə bilərik? Gətirib mayda çəkisinin yerinə 3F Arximed yaza bilərik. Buradan da P0 bərabər olacaqdır 4F Arximedə. Burada havadakı çəkisi mg'yə bərabərdir. Bu da bərabərdir 4 Arximed qüvvəsinin yerinə də rho mayı J V yazıram. Düzdürmü? Buradan da M'in yerinə rho cisim V cisim J yazacağım. Rho cisim V J bərabərdir 4 rho mayı J V. Buradan J V'lər ixtisar gedir. Buradan alırıq ki, cismin sıxlığı 4 rho mayəyə bərabərdir. Burada da mayının sıxlığı, yəni suyun sıxlığı 1000 verib, onda 4 vurulsun 1000-dən olacaqdır 4000 kilogram bölünsün kubmetr. Doğru cavabımız C variantı. 8 nömrəli sual. Bərabər bölgülü cisimlər su daxilində tarazlıqdadır. Buna əsasən cisimlərin sıxlıqlarının rho K böl rho L nisbətini soruşur. Cisimlərin sıxlıqları. İndi burada biz bilirik ki, tarazlıq şərtindən üzmə şərtinə görə Arximed qüvvəsi nəyə bərabər olur? Üzmə şərtinə görə ağırlıq qüvvəsinə. Arximed qüvvəsinin yerinə burada rho mayı J V batan yazıram. Bərabərdir M'in yerinə də rho cisim V cisim J yazıram. Buradan J'lər ixtisar gedir. Deməli biz mayının sıxlığını tapıb bizdə nəyə soruşur? Cisimlərin sıxlıqlarını. Tamam. Biz buradan cismin sıxlığını tapanda alırıq ki, rho mayı V batan bölünsün V cisim. Düzdürmü? Belə bir şey alırıq. İndi bunlar eyni mayının daxilində üzür. Fikir veriksə, burada cismin sıxlığı batan həcmlə necə asılıdır? Düz mütənasib asılıdır. Onda K və L cisimlər üçün asıllıq quraram. Yazaram ki, rho K bölünsün. Deməli buradan rho L bərabərdir V batan K bölünsün V batan L. Buradan da əzməlimlər hesablama aparsaq, yazarıq ki, rho K bölünsün rho L bərabərdir. Birinci fikir verirsə neçə V'dir? 4 dənə V'dir, ondan biri batıb, düzdürmü? Yəni ümumi həcm V'dir, ondan 4də biri batıb. Onda K üçün batan həcm 4də 1 V'dir, bölünsün. L cismi üçün ümumi 2 V'dir, 2də biri batıb. Bu da 2də 1 V'yə bərabərdir. Buradan V'lər ixtisar gedir. 4də 1-i də 2də 1-ə böləndə eləyəcək 2də 1. Yəni burada doğru cavabımız olur D variantı. 9 nömrəli sual. Kütləsi 2 kilogram olan cismə təsir edən Arximed qüvvəsi ipin gərinmə qüvvəsindən 3 dəfə böyükdür. Deməli, Arximed qüvvəsi ipin gərinmə qüvvəsindən 3 dəfə böyükdür. Arximed qüvvəsinin neçə Newton olduğunu hesabla. Deməli, biz bilirik ki, düz buna mərkəzdən aşağı doğru ağırlıq qüvvəsi, düz batan həcm, bax, bura mərkəzdən yuxarı buna bir Arximed qüvvəsi, bir də ipdə yuxarı doğru gərinmə qüvvəsi təsir edir. Tarazlıq şərtini yazsaq, deməli, yuxarı T var, yuxarı Arximed qüvvəsi var, aşağı isə mg var. Bizdən istədiyi Arximed qüvvəsidir. İndi mən nə edərəm burada? Gətirib, məndən Arximed qüvvəsini istədiyinə görə nə edə bilərik? 2 cür eləyə bilərik. Ya birbaşa T'nin yerinə F Arximed böl 3 yazarıq və yaxud Arximedin yerinə 3T yazıb T'ni tapandan sonra Arximed'i tapa bilərik. Gəlin elə eləyəyin. Burada mən nə edirəm? Arximed qüvvəsinin yerinə 3T yazıram. Buradan olur onda T üstə gəlsin 3T bərabərdir mg'yə. Buradan 4T bərabərdir mg'yə.
T də bərabər olacaqdır mg bölünsün 4-ə. Buradan da kütləmiz 2J 10'dur, böləndə 4 oldu 5 Newton. Gətirib gəlimə qüvvəsinin yerinə aldığımız qiyməti yazsaq 3 vurulsun 5-dən Arximed qüvvəsi 15 Newtona bərabər olacaqdır. Doğru cavabımız D variantı. 10 nömrəli sual. Sıxlıqları mayenin sıxlığından kiçik olan 3 eyni həcmli kürələr iplərdən şəkildəki kimi asılıb. Buna əsasən iplərdəki gərinmə qüvvələrinin müqayisə edin. Deməli buna məsələn bir dənə üçün baxaq. Məsələn, gəlin ümumi bir şərti yadımıza salaq. Tutaq ki, buradan ipdən bir bura maye daxilinə cisim atılıb və ipdən asılıb. M kütləli tutaq ki, V həcmlidir. Buna aşağı doğru əlbəttə ki, ağırlıq qüvvəsi, düz yuxarı, mərkəzdən yuxarı buna Arximed qüvvəsi, bir də buna yuxarı doğru gəlimə qüvvəsi təsir edir. Tarazlıq şərtini yazanda mən nə alıram? Yenə də əlim dəyib silindi müəllimlər. Ümumi bir dənə baxaq. Artıq yadınızda qaldı hansı tarazlıq şərtini yazırdıq. Yuxarı doğru T oldu, yuxarı doğru Arximed oldu, aşağı doğru da mg oldu, düzdürmü? Biz buradan T'ni tapanda nə alıram? mg'ye çıxılsın F Arximed alıram. Fikir verək indi. İndi gəlirəm bu şəklə. Bu şəkildə fikir verirsinizsə, hər birinin həcmi V qədərdir. Mən də bilirəm ki, Arximed qüvvəsinin düsturu Rho maye, J V batandır. Eyni maye daxilindədirlər. J eyni. Arximed qüvvəsi nədən asılıdır? Batan həcmdən. Hər birinin də batan həcmi V qədərdir. Deməli, hər birinə təsir edən Arximed qüvvəsi nədir? Eynidir. Bu dəyişmir. Deməli, onda gərimə qüvvəsi nədən asılıdır? Kütlədən asılıdır. Özü kütlə ilə də düz mütənasib şəkildə asılıdır. Buradan da kütlələri müqayisə edəndə görürəm ki, 3M böyükdür 2M-dən, o da böyükdür M-dən. Yəni belə çıxır ki, T1 böyükdür T2-dən, o da böyükdür T3-dən. Doğru cavabımız A variantı. 11 nömrəli sual. Eyni yaylardan bərabər kütləli cisimlər şəkildəki kimi asılıb. Yayların mütləq uzanmaları. Gəlin biri üzərində göstərək. Bax, burada bir Kx qədər elastik qüvvəsi yaranır. Buna mərkəzdən aşağı doğru ağırlıq qüvvəsi, düz yuxarı doğru nə təsir edir? Arximed qüvvəsi təsir edir. Gəlin biri üçün şərt yazaq. Yuxarı nə var? Kx var, yuxarı Arximed qüvvəsi var, aşağı isə mg var. Düzdürmü? İndi buradan Kx-ı təyin edəndə nə alırıq biz? mg çıxılsın F Arximed alırıq. Buradan da uzanmanı təyin edəndə olur. mg çıxılsın F Arximed bölünsün K. Eyni yaylar dediyinə görə burada sərtliyimiz dəyişmir. Fikir verirsinizsə, bərabər kütləli dediyinə görə mg'lər eynidir. Əslində burada x, yəni uzanma Arximed qüvvəsi ilə düz asılı olmalıydı. Qarşıdakı mənfiyə görə tərs mütənasib şəkildə asılıdır. Yəni uzanma bir növ Arximed qüvvəsi ilə tərs asılıdır. Arximed qüvvəsinin də düsturu dedik ki, Rho maye, J və batandır. Yəni batan həcmindən asılıdır. Batan həcmləri müqayisə edəndə görürük ki, 3V, 3V, V-dir. 3V ilə V bərabərdir. Yəni buna 1, buna 2, buna 3 desək, burada F Arximed deməli 2 bərabərdir F Arximed 3-ə, o da böyükdür F Arximed 1-dən. Və uzanma da Arximed qüvvəsindən tərs asılı olduğuna görə bunun tərsi olacaq. Yəni x1 böyük olacaq, x2 isə x3-ə bərabər olacaq. Yəni doğru cavabımız burada A variantı. 12 nömrəli sual. Şəkildəki qabda K nöqtəsinə düşən mayenin təzyiqi P-dir. Baxın, bura əvvəl düşən təzyiq P-dir. M kranı açılır və tarazlıq yarandıqdan sonra K nöqtəsinə düşən təzyiq neçə P olar? Burada əziz müəllimlər, həcmin saxlanma qanunu ödənir. Yəni həcm saxlanılır. K kranını, yəni bu M kranını açandan sonra nə baş verəcək? Buradakı maye kənara tökülmür ki, sadəcə bu qabdan gəlib bu qaba töküləcək. Yəni mayenin həcmi burada dəyişməyəcək. V1 bərabərdir V2 deyirəm buna. Düzdürmü? Əvvəl K nöqtəsinə düşən təzyiqi hesablasam, deməli sıxlığı Rho-dur, hündürlüyü də 2H-dır. Düzdürmü? Bu nə olur? 2 Rho J H olur. Əvvəl K nöqtəsinə təzyiq budur və bizə deyir ki, bu şərtə görə P-yə bərabərdir.
İndi burada nəyə fikir veririk? Mən bu M kranını açandan sonra başlayır buradakı su, yəni buradakı su başlayır bura tökülməyə. Nə vaxta kimi davam edir? Hər iki tərəfdə bunların hündürlükləri bərabərləşənə qədər. Tutaq ki, burada bunların hündürlükləri bərabərləşdi. Düzdürmü? Məsələn, bu da bir h qədər oldu. İkinci halda, məsələn, böyük h deyim. Tutaq ki, bu da böyük h qədər oldu. İndi ən birinci halda, yəni M kranı açılmadan öncə görək mayenin həcmi nə qədərdir? Buna V1 demişəm də. Burada həcmi S vurulsun h ilə yazarıq. S də nədir? Pi kvadratıdır. Yazıram pi vurulsun, radiusu 4 kvadratı 16 kvadratı vurulsun. Əvvəl hündürlüyü nə qədərdir? 2h hündürlükdə maye var. Burada mən pi kvadratına deməli bir S desəm, bu nə olacaqdır? 32 SH. Düz məzmənlər. İndi ikinci halda həcmi hesablasaq V2 bərabərdir. Fikir verirsinizsə, ikinci halda artıq hər iki qabda, yəni M kranı açandan sonra su bu tərəfə axdığına görə, hər iki tərəfdə maye olduğuna görə həcmi hesablayasıq birlikdə. Necə hesablayasıq? Deməli, burada yenə də S vur H-a görə yazsam, pi vurulsun, radiusu 2 kvadratı 4 kvadratı vurulsun. Artıq ikinci halda mən hündürlüyə böyük H demişəm, üstə gəlinsin. Artıq hər iki tərəfdə maye olduğuna görə plusdan yazacağım. Yenə də pi vurulsun, 4 kvadratı 16 kvadratı vurulsun. Hündürlük ikinci halda yenə də nədir? Böyük H-dır. Buradan pi kvadratına bir S desəm, bu yanda olur 4SH, o yanda da olur 16SH. Yəni ümumilikdə 20SH. Gəlin indi həcmləri bərabərləşdirək. Deməli 32 SH-ı bərabər edirəm 20S böyük H-a. Buradan bunlar gedir. Düzdürmü? İndi nə alırıq? Burada ixtisar eləsək 2-yə və yaxud nə bilim 4-ə ixtisar eləyək məsəl üçün. Burada qalır 8, burada qalır 5. Yəni 8 kiçik h bərabərdir 5 böyük h-a. Düzdür, bax bunu aldıq. Buradan da biz ikinci halda böyük h-ı tapsaq olacaq nə? 8h bölünsün 5. Bunu yadda saxlayaq. İndi fikir verirsiksə, K nöqtəsinə böyük h hündürlüklü maye təzyiq göstərir. Onda ikinci halda mən təzyiqi yazsam, yazacağım ki, rho vurulsun, J vurulsun, H2. Onda buradan rho vurulsun, J vurulsun, H2. Yəni nə yazıram? Deməli 8H bölünsün 5 yazıram. Düzdürmü? Buradan da bərabər olur 8 rho H bölünsün 5. Buradan 8 rho H'ı parçalayıram. 4 vurulsun. 2 rho H bölünsün 5 yazıram. Biz yuxarıda fikir verirsinizsə 2 rho H'a nə demişdik? Əvvəl 2 rho H'a P demişdik. Gətirib onda mən burada 2 rho H'ın yerinə P yazsam, bu bizə 5'də 4 P'ni verəcəkdir. Yəni doğru cavabımız C variantı. 13 nömrəli sual. Mayedə üzən cismin maye batan hissəsinin həcmi, fikir verək, batan hissənin həcmi 4 metr kubdur. Cismin tam həcmini bizdən soruşur. Deməli, bayaq biz batan həcmi üçün düstur çıxartmışdıq. Necə idi düsturumuz? Deməli, bunları təzədən yazaq. Deməli, bizə batan həcmi verib 4 metr kub. Cismin həcmini soruşur ümumi. Batan həcmi üçün düstur çıxartmışdıq və batan bərabərdir. Necə idi? Deməli, hardan çıxartmışdıq bildinizmi? Üzmə şərtindən. Arximedə ağırlığa bərabər eləmişdik. Arximedin yerinə rho, maye, J və batan yazmışdıq. Deməli, buradan mg'nin yerinə də rho cisim, v cisim, J yazmışdıq. J'ləri ixtisar eləyirdik. Buradan batan həcmi üçün biz rho cisim, v cisim bölünsün rho maye düsturunu alırıq. İndi buradan deməli nə edərik? Deməli, batan həcmimiz bizim 4'dür, bərabərdir. Cismin sıxlığı 400'dür. Vurulsun. Cismin həcmini bilmirik, bölünsün mayenin sıxlığı da 600'dür. Deməli 2-0 bundan gedir, 4'lər gedir. Buradan alırıq ki, v cisim bərabərdir 6 metr kub. Yəni doğru cavabımız C variantı.
14 nömrəli sual. Havada çəkisi, yəni bunun P0-ı yenə də 70 Newtondur. Cisim maye daxilindəki şəkildə kim olduqda çəkisi 60 Newtondur. Deməli, mayedəki çəkisi də bizə verib 60 Newton. Cismin bütün həcmi mayəyə batırılarsa onun çəkisi neçə Newton olar? Əvvəl fikir verirsə bunun 1V-si artıb. Yəni təsir edən Arximed qüvvəsi 1F Arximeddir. Cisimdə mayədə çəkisi, havadakı çəkisi çıxılsın Arximeddir. Buradan mayədə çəki 60, havada çəki 70 çıxılsın F Arximed. Buradan da F Arximed nəyə bərabərdir? 10 Newtona bərabərdir. Düzdürmü? Deməli 1V-yə təsir edən Arximed qüvvəsi 10-dur. Onda bunun 3 dənəsi batsa, onda ikinci halda F Arximed olacaqdır 30 Newton. Çünki 1V-si batanda 10-dursa 3V-si. Çünki burada deyir, cismin bütün həcmi mayəyə batırılarsa. Onda olacaq Arximed 30. Cismin mayədəki çəkisi tapsaq, onun havadakı çəkisindən, yəni 70-dən Arximed qüvvəsi olan 30-u çıxacam. Deməli, mayədə çəki olacaq 40 Newton. Yəni D variantı. 15 nömrəli sual. L nöqtəsindəki hidrostatik təzyiq PL, K nöqtəsindəki hidrostatik təzyiq PK olarsa, PK böl PL nisbətini tapın. Deməli, müəllimlər, ilk öncə gəlin K nöqtəsinə düşən təzyiqi tapaq. Baxıram ki, K nöqtəsinə 6 rho sıxlıqlı H hündürlüklü, 6 rho sıxlıqlı H hündürlüklü. Onda yazaram. 6 rho GH üzərinə gəlsin. 6 rho GH üstə gəlsin. 2 rho sıxlıqlı H hündürlüklü, yəni 2 rho GH üstə gəl. Bir də rho sıxlıqlı H hündürlüklü maye təzyiq göstərir. Yəni rho GH. Ümumi eləyir 14-15 rho GH edir. İndi gəlirəm L nöqtəsinə düşən təzyiqi tapmağa. İndi L nöqtəsinə baxıram ki, L nöqtəsinə 2 rho sıxlıqlı H hündürlüklü, bir də rho sıxlıqlı H hündürlüklü maye təzyiq göstərir. Yəni L nöqtəsindəki təzyiq 2 rho GH üzərinə gəlsin rho GH-dır. Oldu 3 rho GH. Bizdən də müəllimlər K nöqtəsinə düşən təzyiqin L nöqtəsinə düşən təzyiqə nisbətini soruşur. K nöqtəsinə düşən təzyiq 15 rho GH bölünsün L nöqtəsinə düşən təzyiq 3 rho GH-dır. Nisbət bizə 5-i verir. Doğru cavabımız A variantı. 16 nömrəli sual. Şəkildə göstərilmiş ağzı açıq şüşə borunun içərisində 2 metr hündürlükdə civə vardır. Tarazı qalında balondakı qazın təzyiqi nəyə bərabərdir? Burada müəllimlər 2 metr yox, 2 santimetr olmalıdır. Deməli, buradakı qazın təzyiqini tapmaq üçün biz fikir verirsiniz, ona yuxarıdan aşağı bir atmosfer təzyiqi, bir də 2 santimetr hündürlükdəki bir civə təzyiq göstərir. Bu da bərabərdir P0 760 mm civə sütunudur. Plus 2 cm hündürlükdəki civanın yaratdığı təzyiqdə 20 mm civə sütunudur. Onda ümumi qazın təzyiqi olacaq 780 mm civə sütunu. Doğru cavabımız C variantı. 17 nömrəli sual. Maraqlı sualdır. Qaba bir-birinə qarışmayan və ümumi hündürlüyü 4H olan 2 maye doldurulub. Mayelərdən birinin sıxlığı digərindən 2 dəfə böyükdür. A nöqtəsindəki hidrostatik təzyiqin B nöqtəsindəki hidrostatik təzyiqə nisbəti neçədir? Baxın, bizdən soruşulan budur. İndi bizə deyir ki, qaba bir-birinə qarışmayan və ümumi hündürlüyü 4H olan 2 maye doldurulub. Mayelərdən birinin sıxlığı digərindən 2 dəfə böyükdür. Amma demir hansından böyükdür. Biz də bilirik ki, sıxlığı çox olan maye daha adlı olur. Deməli, burada B mayesinin sıxlığı A mayesinin sıxlığından çoxdur. Nə qədər çoxdur? Şərtə görə 2 dəfə. Onda A mayesinin mən sıxlığına rho desəm, avtomatik olaraq B mayesinin sıxlığı A-dan 2 dəfə çox olacaq. Onda gəlin yazaq əzməlimlər. A nöqtəsi üçün düşən təzyiqi yazsaq. Deməli, A mayesinin sıxlığı. Ümumi gəlin belə yazaq. Rho A vurulsun J vurulsun HA. Bu da bərabərdir. A mayesinin sıxlığı rho vurulsun J vurulsun. Fikir verirsə A nöqtəsinə H hündürlüklü maye təzyiq göstərir, vurulsun H. Deməli, A nöqtəsinə düşən təzyiq rho GH-dır. İndi maraqlı isə
B nöqtəsinə düşən təzyiqi tapmaqdır. Fikir verirsinizsə B nöqtəsinə. Bax, fikir verin bu nöqtəyə nə təsirdir? Bu nöqtəyə rho sıxlıqlı, h hündürlüklü, düzdürmü? Plus da, daha doğrusu rho sıxlıqlı, h hündürlüklü yox ha, rho sıxlıqlı 2h hündürlüklü. Çünki fikir verirsinizsə bu B nöqtəsinə üzərindəki maye təzyiq göstərir. Nə qədərdir? Fikir verirsə bura qədər rho sıxlıqlı 2h hündürlüklüdür. Onda yazıram. Rho vurulsun, J vurulsun 2h üzərinə gəlsin. B nöqtəsinə bir də 2 rho sıxlıqlı və h hündürlüklü maye təzyiq göstərir. Vurulsun. Demək üstə gəlinsin. 2 rho vurulsun, J vurulsun h. Bu da nə eləyir? 4 rho J h. Gətirib yerinə yazaq. A nöqtəsinə düşən təzyiq olmuşdu rho J h. B nöqtəsinə düşən təzyiq 4 rho J h. Rho J h-lar gedir. Nisbət bizə 4də 1-i vermiş olur. Doğru cavabımız B variantı. İnan ki, mənimlə zorla danışıram. Neçə nömrəli sualdaydıq biz? 17 nömrəli sualda eləm. 18 nömrəli suala çatdıq. Mayedə tarazlıqda olan kürələrdən ikinci kürəyə təsir edən ağırlıq qüvvəsi 60 Newton. Baxın, bura təsir edən ağırlıq qüvvəsi 60 Newtondur. Həmin ipin gərilmə qüvvəsi yuxarı doğru 40 Newtondur. Sonra birinci ipdəki gərilmə qüvvəsi 20 Newtondur. Baxın, 20 Newtondur. Birinci kürəyə təsir edən ağırlıq qüvvəsini bizdən soruşur. Buna təsir edən bir də ağırlıq qüvvəsi təsir edir. İndi diqqətli olaq. Deməli, bu V həcminə sahibdir. Arximed qüvvəsinin düsturu biz dedik ki, rho maye J V batandır. Yəni batan həcmlə düzdür. Onda 1 V-yə təsir edən Arximed qüvvəsi bir dənə F Arximed olacaq. Tarazlıq şərtini yazsam ikinci şəkil üçün 40 üstə gəlsin F Arximed bərabərdir 60-a. Deməli 1 V-yə təsir edən Arximed qüvvəsi 20 Newtondur. Əgər 1 V-yə təsir edən Arximed qüvvəsi 20 Newtonsa, avtomatik olaraq 3 V-yə təsir edən Arximed qüvvəsi olacaq 60 Newton. Deməli buna yuxarı doğru 60 Newton Arximed təsir edir. Tarazlıq şərtini yazsaq, 2 dəqiqə. Deməli necə olacaq indi? Tarazlıq şərtini yazsaq, birinci şəklə görə yazıram. Yuxarı 60 var. Sonra aşağı isə 20 plus mj var. Bizdən də birinci kürəyə təsir edən ağırlığı soruşur. 60 çıxılsın 20-dən 40 Newton olacaq. Doğru cavabımız A variantı. 19 nömrəli sual. Bir cins deyir ki, AB çubuğu Arximed qüvvəsinin X cisminin təsiri ilə təsir və ipdəki gərilmə qüvvəsinin təsiri ilə yarısı suya bataraq şəkildəki kimi tarazlıqda qalıb. Çubuğun çəkisi 15 Newton. X deməli cisminin çəkisi 4 Newtondur. Buna əsasən çubuğun asıldığı ipdəki gərilmə qüvvəsinin neçə Newton olduğunu soruşur. Deməli müəllimlər, baxın bizdən buradakı gərilmə qüvvəsini soruşur. Maraqlı sualdır. Deməli bizə çubuğun çəkisini verib, çubuğun çəkisi hara düşəcək? Ağırlıq mərkəzinə 1, 2, 3, 4, 5, 6, 7, 8 bölgü olduğuna görə düz bunun buradan nəyi var? Ağırlığı var. Düz bunun buradan ağırlığı var. Ağırlığı da nə qədərdir? 15 Newtondur. Yəni çəkisi 15 Newtondur. Plus da burada X cismin çəkisini də 4 Newton verib. İndi bir də buna əlbəttə ki, bu çubuğun müəyyən bir hissəsi maye daxilində olduğuna görə buna Arximed qüvvəsi təsir edir. Ağırlıq qüvvəsi, Arximed qüvvəsi təsir edir daha doğrusu və bilirik ki, Arximed qüvvəsinin istiqaməti hər zaman cismin maye batan hissəsinin həndəsi mərkəzinə tətbiq olunur. Bunun da 4 dənə hissəsi maye batıb, bu 4 dənə bölgünün də həndəsi mərkəzi düşür bura. Bax, buna burada bir dənə Arximed qüvvəsini eləyir, təsir edir. İstiqamətdə bir Arximed qüvvəsi təsir edir. İndi bizim işimiz bu Arximed qüvvəsini tapmaqdır. Bu Arximed qüvvəsini necə tapa bilərəm? Məsələn, burada dayağı 15 Newtonla yerə yaza bilərəm. X cismi asılan yerə dayaq qoyaraq momentlər qaydasına görə tapa bilərəm. Amma məndən ipdəki gərilmə qüvvəsini soruşur. İndi belə bir şey eləyək biz.
Hə, müəllimə, burada bizdən gərilmə qüvvəsi istədiyinə görə heç Arximed qüvvəsinə ehtiyac yoxdur. Bizə hal-hazırda burada Arximed qüvvəsinin istiqamətini verməyib, qiymətini verməyib, düzdürmü? Yəni bizə hal-hazırda məsələdə məhsuldur. Məhsulsa nə edirdik? Bizim üçün məhsul olan nə idisə, gətirib dayağı qoyurduq həmən kəmiyyətin yerinə. Məsələn, mən dayağı gətirib qoyuram, baxın bura. Avtomatik mən dayağı bura qoyanla bunu buradan yox eləmiş oluram. Yox eləmiş oluram və bu momentlər qaydasına görə, dayaq nöqtəsinə görə momentlər qaydasını yazıram. Fikir verirsə T saat əqrəb istiqamətində X cismin çəkisi ilə 15 Newton bunu saat əqrəbin əksinə fırladır. Onda mən yazaram ki, T vurulsun, T'nin dayağa qədər qolu 6 bərabər olmalıdır. 4 vurulsun, 4'ün dayağa qədər qolu 3 bölgü, üstə gəlinsin 15 vurulsun, 15'in dayağa qədər qolu fikir verirsə 2 bölgüdür, vurulsun 2. Buradan 6T bərabərdir 42'yə, T də buradan nə alınır? 7 Newton alınır. Doğru cavabımız B variantı. 20 nömrəli sual, cisim maye daxilində tarazlıqdadır. Mayeni sıxlığı kiçik olan maye ilə əvəz etdikdə. Deməli, mayeni sıxlığı kiçik olan maye ilə əvəz edirəm. Yəni, bir növ bu nə deməkdir? Mayenin sıxlığını azaldıram. Əgər mayenin sıxlığını azaldıramsa, avtomatik olaraq cisim qabın dibinə batar. Doğru fikirdir. Niyə? Çünki artıq burada mayenin sıxlığı azaldığına görə cismin sıxlığı mayenin sıxlığını üstələyir. Üstələdiyi üçün də başlayır cisim nə etməyə? Batmağa. Deməli, 1 doğrudur. Cisim qabın səthinə qalxar, yanlışdır. Arximed qüvvəsi azalar, doğrudur. Çünki Arximed qüvvəsinin üstürü Rho, maye, J, V batandır. Yəni, Arximed qüvvəsi mayenin sıxlığına düz asıldır. Mayenin sıxlığı azalırsa, Arximed qüvvəsi azalar. 3'də doğru fikirdir. Doğru cavabımız Y variantı. 21 nömrəli sual. Deyir ki, birləşmiş qablardakı deməli kerosin sütunu ilə su sütun hündürlükləri fərqi H2-H1 neçə santimetrdir? Fikir verirsə birləşmiş qablarda sıxlıqla hündürlük bir-birindən tərs mütənasib şəkildə asılıdır. Düzdürmü? Burada da kerosinlə su verilib. Onda asıllıq quraram ki, Rho su bölünsün Rho kerosin bərabərdir. H kerosin bölünsün H su. Bizə də deyir ki, kerosin sütunu ilə su sütunun hündürlüyü fərqini tap. Yəni, bizdən istəyir elə bir ki, H kerosin, düzdürmü? H kerosin çıxılsın H su. Məndən bu fərqi istəyir. Fikir verirsə burada kerosinin hündürlüyünü verib, amma mən suyun hündürlüyünü bilmirəm. Bunu buradan tapacağım. Suyun sıxlığı 1000'dir. Bölünsün kerosinin sıxlığı 800 bərabərdir. Kerosinin hündürlüyü 50 cm. Bölünsün suyun hündürlüyünü isə bilmirəm. H su deyirəm buna. Deməli buradan, bax bununla bu gedir. Burada qalır 20. Buradan onda 20 H su bərabərdir 800'ə. H da buradan da alınır? 40 cm alınır. Məndən nəyi soruşur? H kerosin çıxılsın H su fərqini soruşur. H kerosin 50 cm, H su isə 40 cm-dir. Fərq bizə 10 cm verəcək. Doğru cavabımız B variantı. 22 nömrəli sual. Qərarlaşmış axın zamanı müəyyən müddət ərzində borunun istənilən en kəsiyindən keçən mayenin həcminin onun axın sürətinə asılı qrafik hansıdır? Əlbəttə ki, asılı deyil. Çünki o müəyyən müddət ərzində borudan axan mayenin həcmi dəyişmir. 23 nömrəli sual. Hidravlik maşında böyük porşenin sahəsi. Deməli, F böyük. Bu bizə verib 200 santimetrin kvadratı. Kiçik porşenin sahəsi F kiçik 20 santimetr kvadratıdır. Kiçik porşenə sahə verib bir dəqiqə. Yorğunçuluq. Deməli, buna S böyük deyirəm, buna S kiçik deyirəm. İndi mənə deyir ki, kiçik porşenə təsir edən qüvvə 80 Newtondur. Bizdən nəyi soruşur? Bu mexanizmlə hansı kütləli yükü qaldırmaq olar? Tamam. Gəlin onda belə bir şey edək biz. İndi əzmənlər belə bir şey eləyək. Gəlin biz böyük porşenə təsir edən qüvvəni təyin edək. Biz də bilirik ki, deməli, burada hidravlik presdə qüvvə ilə sahə deməli, düz mütənasib şəkildə asılıdır. Onu necə təyin edirdik? Hidravlik presdə təzyiqlər nisbəti 1'ə bərabərdir. Yəni təzyiqlər bərabərdir.
P1 bərabərdir P2. P1'in yerinə F1 böl S1 yazırdıq. Bərabərdir P2'nin yerinə F2 böl S2 yazırdıq. Buradan da necə olurdu? F1'in F2'yə nisbəti bərabər olurdu S1'in S2'yə nisbətinə. İndi bunu böyük porsiyon, kiçik porsiyon əlaqələndirsək yazarıq ki, deməli F kiçik bölünsün F böyük bərabərdir S kiçik bölünsün S böyük. Buradan qiymətləri yerinə yazaq. Kiçik porsiyona təsir edən qüvvə 80 bölünsün. Böyük porsiyona təsir edən qüvvəni bilmirəm. Kiçik porsiyonun sahəsi 200'dür bölünsün. Böyük porsiyonun, daha doğrusu kiçik porsiyonun sahəsi 20'dir. 20'dir. Böyük porsiyonun sahəsi də 200'dür. Buradan da bu gedir 10. 10 da 80 vuranda 800. Deməli böyük porsiyona təsir edən qüvvə 800 Newtondur. Buradan da onu mən yazaram ki, F böyük bərabərdir mg'yə. Buradan da deməli nə alırıq? M bərabərdir F böyük bölünsün G. Yəni 800 bölünsün 10. Yəni 80 kilogram. Doğru cavabımız C variantı. 24 nömrəli sual nə deyir? Hansı qabdakı mayının qabın dibinə göstərir təzyiq qüvvəsi, baxın təzyiq qüvvəsi mayının çəkisindən böyükdür. Deməli bu nə vaxt olurdu? Biz demişdik ki, üzü yuxarı doğru getdikcə daralan qablarda hər zaman təzyiq qüvvəsi mayının çəkisindən böyük olur. Burada da üzü yuxarı getdikcə daralan qab fikir verirsə 4-cü qabdır. Amma üzü yuxarı getdikcə genişlənən qablarda təzyiq qüvvəsi mayının çəkisindən kiçik olur. Amma düz şaquli qablarda isə bərabər olur. 25 nömrəli sual ağzı bağlı, fikir verirsə ağzı bağlı deyir və may ilə dolu qabı tərsinə çevirdikdə hidrostatik təzyiq qüvvəsi. Avtomatik olaraq hidrostatik təzyiq dəyişməz. Çünki hidrostatik təzyiq rho G H-dır. Biz qabı tərsinə çevirəndə mayının sıxlığı da dəyişmir, G də dəyişmir. Ağzı bağlı olduğuna görə və tam dolu olduğuna görə dolu qab deyir. Biz bunu tərsinə çevirəndə hündürlüyü də dəyişmir. Ona görə hidrostatik təzyiqi dəyişməz. Elə birbaşa cavab çıxır burada. İki dənə variantımız var onsuz burada. Əla. İndi gəlirəm təzyiq qüvvəsi. Təzyiq qüvvəsi isə rho G H S-dir. Rho G H dəyişmədi. Əlavə olaraq təzyiq qüvvəsi sahədən də asılıdır. Biz bunu tərsinə çevirəndə bu geniş hissə, bax bu yuxarı hissə düşür aşağı, aşağı isə yuxarı qalxır. Yəni əvvəl sahə bu qədərdir. Tərsinə çevirəndə bu hissə aşağı düşdüyünə görə bunun sahəsi artır. Sahəsi artırsa təzyiq qüvvəsi artar, dəyişməz artar. B variantı. 26 nömrəli sual. Üfüqi borunun dar hissəsində sıxılmayan bir cism mayın axınma sürəti 16 metr/saniyədir. Deməli dar hissədə 16 metr/saniyədir. Borunun enkəsinin sahəsi 4 dəfə çox olan enli hissəsində mayın axma sürəti nə qədər olur? Bizə bilirik ki, mayın axın sürəti sahə ilə tərs mütənasib şəkildə asılıdır. Deməli, sahəsi 4 dəfə çox olan deyir. Deməli, sahə 4 dəfə azalır. Onda sürəti nə etməlidir? Bunun sahəsi əgər 4 dəfə artırsa, avtomatik olaraq sürəti 4 dəfə azalmalıdır. Çünki 4 dəfə çox olan sahədir. Deməli, sürət əvvəl 16-dirsə, deməli belə çıxır ki, belə deyək də geniş hissədəki sürət, dar hissədəki sürət bizə nəyə soruşub? Borunun enkəsinin sahəsi 4 dəfə çox olan enli hissədə, yəni geniş hissədə. Demək, geniş hissədə sürət dar hissədəki sürətdən 4 dəfə az olacaq. Dar hissədə 16-dır, 4 dəfə az olacaq. 4 metr/saniyə. Doğru cavabımız B variantı. 27 nömrəli sual. Sistemin tarazlıqda olduğunu bilərək ikinci yükün M2 kütləsini hesablayın. Deməli, əziz müəllimlər, bunun üçün birbaşa əslində bir dənə düsturumuz var bizim. O düstur necədir? Bu fikir verirsə tərpənən blok da var burada. Onda biz bunu tapmaq üçün yazırdıq ki, M1 bərabərdir. M2 vurulsun, 1 çıxılsın, rho mayı bölünsün, rho cisim bölünsün. Məxrəcdə nədir? Qazanc. Bu hal-hazırda. 2 dəqiqə əziz müəllimlər. Bu hal-hazırda neçə dəfə qazanc verir? Gördüyümüz kimi bu tərpənməz blok qazanc vermir. Bu tərpənən blok 2 dəfə qazanc verir. Ona görə böl 2 yazıram. Buradan da M1 verib bizə nəyi soruşur? M2'ni soruşur. Deməli M1 2 bərabərdir. M2 vurulsun, 1 çıxılsın. Rho mayı böl rho cismi yenə 5'də 1 yazıram. Bölünsün 2'yə. Buradan deməli 1 çıx 5'də 1, 5'də 4.
Deməli 5-də 4 M2 bərabərdir 4-ə. 4-lər gedir. M2 burada nəyə bərabər olur? 5 kiloqrama bərabər olur. Doğru cavabımız C variantı. 28 nömrəli sual. Mayenin sıxlığı cismin sıxlığından 2 dəfə azdırsa, deməli mayenin sıxlığı cismin sıxlığından 2 dəfə azdırsa, cisim mayedə hansı təcillə düşər? Tutaq ki, bu belə bir qabdır. İçərisində maye var və cisim müəyyən bir təcillə aşağı düşür. Bu cismə aşağı doğru ağırlıq qüvvəsi, yuxarı doğru Arximed qüvvəsi təsir edir. Newton ikinci yanını yazsaq, F əvəzləyici bərabərdir MA və burada mg F Arximeddən böyükdür, çünki aşağı düşür. Ona görə mg'dən F Arximedə çıxıb MA-ya bərabər edirəm. Buradan da mg çıxılsın. F Arximed qüvvəsinin yerinə belə bir düstur var. Arximed qüvvəsinin mg vurulsun, rho mayı bölünsün, rho cisim bərabərdir MA-ya. Buradan da MA bərabərdir. MG-nin mötərizə xaricinə çıxarsam, MG vurulsun, 1 çıxılsın, rho mayı bölünsün, rho cisim. Buradan M-lər gedir. Mayedə düşən cismin təcili J vurulsun, 1 çıxılsın, rho mayı bölünsün, rho cisim olacaq. Buradan da A bərabərdir. J10 vurulsun, 1 çıx. Mayenin sıxlığından cismin sıxlığından 2 dəfə azdır deyirdi. Yəni buradan onda biz rho cismi tapanda alırıq 2 rho mayı. Gətirib rho cismin yerinə 2 mayı yazarıq. Onda 1 çıxılsın, rho mayı bölünsün. Rho cismin yerinə də 2 rho mayı yazırım. Rho mayılar gedir. 10 vurulsun, 1 çıx, 2-də 1, 2-də 1. Bu da verir 5 metr bölünsün saniyə kvadratına. Doğru cavabımız Y variantı. 29 nömrəli sual. Bir cism maye daxilindəki R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F olarsa, deməli R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F-dir. Deyir ki, indi R/3 radiuslu kürəyə təsir edən Arximed qüvvəsini bizdən soruşur. Deməli, Arximed qüvvəsinin düsturu biz bilirik ki, rho maye J V-dir. Bu da rho maye J vurulsun. Kürədən söhbət getdiyinə görə kürənin həcm düsturunun yerinə 3/4 pi R kubu yazıram. Buradan gördüyümüz kimi Arximed qüvvəsi radiusdan düz kub asılıdır. İndi baxıram ki, əvvəl radius 3'dür, indi R/3 oldu. Yəni radius 3 dəfə azaldı. Radius 3 dəfə azalanda Arximed qüvvəsi 27 dəfə azalmalıdır. Yəni əvvəl F-dirsə, indi 27 dəfə azalıb F bölünsün 27 olacaq. Yəni A variantı. 30 nömrəli sual. Cisim sıxlığı 1000 kg/m³ olan suda üzür. Suda duz həll etməklə sıxlığı 3 dəfə artırsaq, cisimə təsir Arximed qüvvəsi necə dəyişər? Cavab burada dəyişməz, çünki üzürsə Arximed nə eləməz? Ağırlığa bərabərdir və dəyişməz. Belə əziz müəllimlər, mövzu 11-i də bitirdim. Özünüz də yəqin hiss elədiniz ağrıdığımı, çünki biraz adam yorulur izah eləyəndə də. Tam istədiyim kimi alınmaya bilər əziz müəllimlər, amma siz yenə də üzürlü sayarsınız, başa düşmədiyiniz şey olarsa rəy bölməsinə yazarsınız. Vaxt edib inşallah cavablandıraram. Təki sizlər üçün qaranlıq qalan bir şey olmasın. Belə əziz müəllimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.